Bugün təsbih haqqında danışacağıq. Bunun bu dua tərəfinə keçmədən əvvəl praktik tərəfini deyim. Və bu koka ağacıdır. Ağacın xüsusiyyəti odur ki, antibakteriyaldır. Bununla əlində saxladığın müddətcə əlində bakteriya ya da göbələk yaranmağa qoymur. Osmanlı dövründə həkimlərdə mütləq bundan olurmuş, əllərində, ciblərində. Təsbihlərin dəyərli daşları ilə olanların xüsusilə belə əldə oynatmağı heç doğru hesab eləmirlər. Ümumiyyətlə təsbihi oynatmaq çox da yaxşı deyil. Dəyərli daşlardan olanda bunlar bir-birinə dəydikcə zədələnir və aşınmağa başlayır. Fərqli ölçülərdə, fərqli dənə sayı ilə ola bilər, amma ənənəvi alışdığımız odur ki, içərisində 33 dənə daş olur. Bu dua eləməkdən ötürüdür. Dində tövsiyə olunan bir ibadət üsuludur ki, zikir eləyirlər namazlardan sonra ya da günün müəyyən vaxtlarında. Məsələn, deyirsən ki, Sübhanallah 33 dəfə deyirsən bunu namazdan sonra. Bu arada Sübhanallah, Allah bütün nöqsanlardan, qüsurlardan uzaqdır, qüsursuzdur deməkdir. Ya bunu yavaş-yavaş deyirsən, Sübhanallah, Sübhanallah, ya da namazı biraz tez bitirməkdən ötürü belə olur. Sübhanallah, Sübhanallah, Sübhanallah. Ya da ikincisi, sən Elhamdülillah deyirlər, ya yavaş-yavaş, ya da Elhamdülillah, Allahu Ekber, Allahu Ekber, Ekber, belə gedə bilir bu. Namazı ya da duanı, zikri tez bitirmək üçündür. Bu da yenə bizim millətin xüsusiyyətlərindən biridir ki, bir var məsələn, indi Orxan videonu çəkir burada. Orxana deyəm ki, məsələn, Orxan çox sağ ol, zəhmət çəkdin, bax burada gəl videonu çəkirsən. Bir də var 35 dəfə ona deyim ki, orx. Yəni mənası olmur da. Bu işin mahiyyətinə enmək cəhətdən inşallah zamanla bu da formalaşacaq insanlarımızda. İndi olduğumuz yerdə Şəki Cümə məscidinin ikinci zalıdır. Yəni görürsüz, tarixi qırmızı kərpicdən tikilmiş bir hissədir. Bu gördüyünüz aləti də deyirlər rəhlə. Kitabları əsasən Quran kitabının üstünə qoyub oxunan bir alət olur, taxtadan yonulmuş. Bu onun fərqli versiyasıdır, mebel kimi. Yəni elə də olur, belə də. Üstündə kitab qoyub, diz çöküb kitabı oxunan bir şey. Biz çox vaxt məscidlər haqqında belə detallı məlumat veririk. Şəkidə ya da İslamın daha yaxşı, sıx yaşandığı yerlərdə insanlara qeyri-adi gəlir ki, məsələn, rəhləni bilməyən adam var, mehrabı bilməyən adammı? Amma bizim bəzi ucqar kəndlərimiz var ki, həyatı boyu bir məscidə girmədən həyatını bitirən insanlar var. Ölkəyə gələn qeyri-müsəlman turistlər hətta gəlib məscidlərimizi gəzirlər, amma Sovet dövründən qalan bir qorxu da ola bilsin ki, məscidlərə girməkdən bəzi insanlarımız çəkinir. Ona görə mümkün qədər əyani formada göstərməyə çalışırıq. Bir də təsbih ilə bağlı bir maraqlı hekayə var. Deyirlər ki, yaşlı bir dayday Ramazan boyu ibadətini eləyir, orucunu tutur, axşam gəlir məsciddə təravihini qılır. Bayram günü, bayram namazından sonra gətirir səccadə ilə təsbihini verir xanımına. Deyir, bunları sandığa qoy, gələnin lazım olacaq yenə bizə, gələn Ramazanda. İnşallah ümid edirik ki, insanların bu Ramazandakı həssasiyyəti, başqalarını başa düşmək, anlayış məsələsi bütün il boyu davam eləyər. Bu vəsilə ilə də Ramazan bayramınız mübarək olsun, təbrik eləyirik. Onsuz da son 10 gündür bütün ölkə olaraq istirahətdə, hamı tətil eləyir. Amma Ramazan bir başqadır, özəldir.